Salam, mən biologiya müəllimi Məsmə Sorxayeva. Bugün sizə onurğalı heyvanların həyat dövriyyəsi haqqında danışacağam. Bundan öncəki mövzularda biz sizinlə onurğasız heyvanlarda qeyri-cinsi və cinsi çoxalma haqqında danışmışdıq. Hansı canlılarda qeyri-cinsi çoxalma, hansılarda isə cinsi çoxalmanın baş verdiyini artıq bilirik. İndi bugün onurğalı heyvanların həyat dövriyyəsinə baxacağıq. Çünki onurğalı heyvanlarda çoxalma cinsi yolla baş verir. Məsələn, bəzi onurğalı heyvanlar kürü tökməklə, bəziləri yumurta qoymaqla, bəziləri diri bala doğmaqla nəsil sayını artıra bilirlər. Heyvanların bəzilərində bətindaxili proses baş verir. Mayalanma daxili mayalanma idi. Bəzilərində isə xarici mayalanma baş verirdi. Həyat dövriyyəsi orqanizmin ziqotdan başlayaraq yetkinliyə çatması və növbəti nəslə başlanğıc verməsinə qədər bütün inkişaf mərhələlərinin cəmidir. Yəni, mayalanma anından başlayaraq ziqot əmələ gəlir. Ziqotdan sonra artıq dünyaya gələcək körpənin böyüməsi baş verir ki, bu da bir sonraki zamanda artıq yetkin fərdə çevrilib, özü nəsil vermə qabiliyyətinə malik olur. Bu, onun həyat dövriyyəsidir. Bəzi heyvanlar yetkin dövrə çatana qədər quruluşlarında bir sıra dəyişiklik baş verir ki, onların sürfələri ilə yetkin fərdi arasında bəzi fərqlər olur. Məsələn, biz bunları metamorfozla çevrilmə deyirik və suda quruda yaşayanlarda, bəzi həşəratlarda bu çevrilməyə rast gəlirik. Məsələn, burada fəaliyyət hissəsində belə bir cədvəl verib. Gəlin cədvələ baxaq. Deməli, cədvəldə həşərat heyvanların çoxalma üsuluna aid cədvəldir. Deməli, canlılar qrupu. Həşəratlar biz bildiyimiz kimi yumurta qoyurdular demişdik. Balıqlar kürü tökürlər. Suda quruda yaşayanlar kürü ilə tökürlər, xarici mühitdədir mayalanmaları. Sürünənlər də, ilanlarda yumurta qoyurlar. Bəzi ilanlarda isə, məsələn, gürzədə diri bala doğma da var. Quşlar yumurta qoyurlar. Məməlilərdə isə həm yumurta qoyma var, əksəriyyəti isə diri bala doğur. İndi gəlin biz heyvanlarda çoxalmanın necə getdiyinə baxaq. Deməli, ilk danışacağımız canlı balıqdır. Balıqlarda əksəriyyəti ayrı cinslidirlər və çoxalması onların növünün davam etməsi üçün vacibdir. Bunlarda cinsi çoxalma prosesi baş verir. Əksər balıqlar xarici mayalanma və kürü tökmə ilə müşayiət olunur. Lakin bəzi növlərdə daxili mayalanma da var. Məsələn, akulalarda, yəni köpək balıqlarda, skatlarda daxili mayalanma gedir və diri bala doğurlar. Erkək və dişi fərdlər balıqlarda qametlər əmələ gətirirlər. Dişi fərdlərin əmələ gətirdiyi qametlər yumurta hüceyrə, erkək fərdlərin əmələ gətirdiyi qametlər isə spermatozoid gəlir. Qametlər suya buraxılır, çünki bunlarda mayalanma xaricidir. Dişi balıq suya kürü tökür və çoxlu sayda kürü tökür və erkək balıqlar spermatozoidlərini suya buraxır və bunların suda erkək qametlər dişi kürüləri mayalayır. Və bunların mayalanmasından ruşeym inkişaf eləyir. Yumurtanın mayalanmasından ruşeymin inkişafının xarici qidalanmaya keçməsinə qədər ki olan inkişafı embrion inkişafı adlanır. Məsələn, burada dişi balıq kürü tökdü. Kürünün üzərinə spermatozoidlə mayalanmasından ruşeym əmələ gəldi. Ruşeymlə həmin bu mayalanma anından sürfənin ilk qidalısını sarılıq hesabına qidalanır sürfə və ilk müstəqil qidalanmaya qədər olan hissəsini embrion mərhələsi adlandırırıq. Embrion mərhələsi.
adlanır. Embrional dövrdə yumurtanın mayalanma anından başlayaraq balığın xarici qidalanmaya keçməsinə qədər olan mərhələdir. Sonra isə sürfə dövrü başlayır ki, balığın xarici qidalanması başlaması ilə sürfə dövrü başlayır və sürfələr onlara xas olan xüsusi sürfə orqanları mövcuddur ki, bu orqanlar sonradan yox olur. Körpə dövrü isə balığın, baxın, körpə dövrüdür. Artıq balıq yetkin fərdin kiçik formasındadır. Körpə balığın xarici görünüşünə görə yetkin fərdinə bənzəyir. Bu dövrdə əsasən bədənin böyüməsinə yönəlir. Yetkin fərdi xarici görünüşünə qədər bənzəyir. Yetkin fərdi artıq cinsi yetişkənliyə çatmış fərd sayılır ki, bu da artıq kürü tökərək dişi fərd isə nəslin davamını təşkil eləyir. Əksər balıqların dedik ki, xarici mayalanma olur balıqlarda və dişi fərdlərində 2 yumurtalıq olur, erkək fərdlərində isə 2 toxumluq olur. Lakin istisna balıq növləri də var ki, onların 1 yumurtalığı var. Məsələn, xanı balığında erkəyində 2 toxumluq olur, dişisində 1 yumurtalıq. Çoxalma dövründə yumurtalıqda dedik ki, kürülər əmələ gəlir. Kürülərdə yumurta hüceyrələr, toxumluqda isə spermatozoidlər olan ağ rəngli toxum mayyəsi əmələ gəlir. Kürülərdə sarılıq hissəsi hesabına qidalanırlar və sonra sərbəst qidalanmaya keçirlər. Artıq sərbəst qidalanmaya keçdiyi dövrə biz sürfə mərhələsi deyirik. Köpək balıqlarında və bəzi skatlarda mayalanma daxilidir. Erkək fərdlərdə adətən kopulyativ orqan olur. Və doğulduğu andan onlar müstəqil həyat tərzinə uyğunlaşırlar. Suda quruda yaşayanlar da ayrı cinsiyyətli heyvanlardır. Erkək fərdlərdə cüt toxumluqlar, dişi fərdlərdə isə cüt yumurtalıqlar olur. Spermatozoidlərin axarı sidik cinsiyyət axarları ilə birlikdə kloakaya açılır. Biz keçən dərs həzmi keçəndə demişdik ki, kloaka bağırsağın genişlənməsindən yaranır. Və bura həm bağırsağın özünün axarı açılır, həm sidik cinsiyyət orqanlarının axarı açılır. Dişi fərdlərdə isə iri yumurtalıqlar inkişaf eləyir. Yumurtalıqlarda yetişmiş yumurta hüceyrələr kloak bədən boşluğuna düşür. Oradan cüt yumurtalıq boruları, axarları vasitəsilə kloakaya keçir. Deməli, həm yumurta hüceyrənin axarları, həm yumurta borularının axarları, həm də toxumluqların axarı suda quruda yaşayanlarda kloakaya açıldı. Suda quruda yaşayanların sonra dişi fərd kürü tökür, erkək fərd isə onu xarici mühitdə mayalayır. Qonur qurbağalar, məsələn, suyun dayaz yerlərinə, isti su olan hövzələrə kürü tökürlər. Lakin su qurbağaları, göl qurbağaları isə onların kürülərini daha dərin yerlərə tökürlər və yaxud hər hansı bir bitkilərin dənizdə, göldə yaşayan bitkilərin üzərinə tökürlər. Mayalanma xarici mühitdə baş verir və onların mayalanmasından, kürlərin mayalanmasından rüşeym inkişaf eləyir. Rüşeym bir müddət sonra kiçik çömçə quyruğuna çevrilir. Çömçə quyruğu xarici görünüşünə görə baxsaq qurbağaya bənzəmir. Daha çox balığa bənzəyir. Ona görə də biz bu inkişafı dolayı inkişaf adlandırırıq. Çünki çömçə quyruq da inkişaf mərhələsində ilk öncə xarici qəlsəmələrlə tənəffüs edir. Balıq körpələri kimi. Sonra bir müddət sonra onlarda daxili qəlsəmələr əmələ gəlir və daxili qəlsəmələr əmələ gəldikdən sonra ilk öncə onu deyim ki, çömçə quyruğunun da balıq kimi quyruğu var. Ətrafları yoxdur, qurbağadan fərqlənir. Sonra balıq kimi 2 kameralı ürəyi var. 2 kameralı. Kitabda da yazılıb. 2 kameralı ürəyi var. Yan xət orqanı var balıqlarda, hissiyatda iştirak eləyir. Bu çömçə quyruqlarında da var. Bir qan dövranı var. Çömçə quyruğun bir müddət keçəndən sonra inkişafı zamanı çömçə quyruğunun sonraki inkişafı zamanı arxa ətraflar inkişaf eləyir.
Sonra ön ətraflar tədricən inkişaf eləyir və ağciyərlər meydana çıxır. Ağciyərlərin əmələ gəlməsi ilə bağlı artıq ürəyi əvvəlcə 2 kameralı idi. Bir qulaqcıq, bir mədəcik. Balıqlarda olduğu kimi. Ağciyər əmələ gəldikdən sonra ürəkdə 3-cü bir kamerada əmələ gəlir. 2 qulaqcıq və 1 mədəcik var. Sonra kiçik qan dövranı artıq inkişafa başlayır. Quyruğu da tədricən qurbağanın qısalmağa doğru gedir. Burada olan lizosem orqanoidinin sayəsində quyruq qısalır və yetkin fərdə çevrilir. Qurbağalar hardasa 2-3 ildən sonra yetkin cinsi yetişkənliyə çatırlar və bu inkişaf davamlı olur. Yəni davam eləyir. Sonra gəlin suda qurda yaşayanların inkişafına baxaq. Suda qurda sürünənlərin. Sürünənlərdə dedik ki, ayrı cinsiyyətli heyvanlardır. Çoxalmaları quruda gedir bunların da. Quru mühitində çoxalma ilə əlaqədar bunlarda artıq mayalanma daxilidir. Həm balıqlarda, həm suda qurda yaşayanlarda dedik ki, xarici mayalanmadır, kürü tökmə ilə gedir. Ancaq sürünənlərdə onlardan fərqli olaraq quru mühitində mayalanırlar. Amma bəzi sürünənlər var ki, suda yaşamasına baxmayaraq, onlarda da quru mühitində mayalanma gedir. Yəni, bunların su ilə çoxalmasında əlaqə kəsilib. Bir cüt yumurtalıqları, bir cüt toxumluqları olur. Bunlarda erkəklərdə spermatozoidin dişinin kloakasına ötürməsi üçün cütləşmə orqanı mövcuddur. Deməli, mayalanma dişinin yumurta borularında gedir. Burada da qeyd edib, yumurta hüceyrənin mayalanması dişinin yumurta borusunda gedir. Yəni, xaricdə deyil, daxili orqanlarında. Quru mühitlə əlaqədar yumurtalar qabıqlıdır və rüşemin inkişafını təmin edən sarılıqla zəngin olur. Yumurtanın qabıqla örtülməsi onu xarici mühitin əlverişsiz şəraitindən qoruyur, həm də qurumaqdan qoruyur havanın isti temperaturdan. Sonra yumurta qoymaq üçün bunlar quma bastırırlar. Bəzən hər hansı bir kolluqların dibində ağac yarpaqlarının üzərinə yumurtalarını qoyurlar və yumurtalardan bir müddət sonra kiçik balalar inkişaf eləyir. Belə inkişaf düzünə inkişaf adlanır. Çünki yetkin fərdə bənzədir həmin körpələr. Düzünə inkişaf. Quşlarda bir də yadımızda saxlayaq ki, sürünənlərdən adi gürzə diri bala doğur. Deməli, gürzə diri bala doğur. Quşlar da ayrı cinsiyyətli heyvanlardır. Onlarda mayalanma prosesi daxilidir. Sürünənlərdə olduğu kimi və dişi fərdin yumurta borusunda gedir mayalanma prosesi. Amma sürünənlərdən fərqli olaraq quşlarda bir yumurtalıq var, təkcə sol yumurtalıq var. Sağ yumurtalıq reduksiya uğrayıb, qalıq halında qalıb. Erkəklərdə isə sürünənlərdə olduğu kimi bir cüt toxumluq olur. Çoxalma orqanlarının axarı kloakaya açılır. Çünki biz demişdik ki, həm sürünənlərdə, həm quşlarda kloaka var idi. Bəzi quşlarda inkişaf zamanı toyuqlar, ördəklər və s. yumurtadan yumuşaq qu lələkləri ilə örtülü və gözləri açıq balalar çıxır. Belə inkişaf tipinə malik quşlar cücəli balalı quşlar adlanır. Cücəli balalı quşların üzəri tüklərlə örtülü olur, lələkləri olur. Sonra yetkin bir neçə saat keçdikdən sonra quş hərəkət eləyə bilir. Qulaq dəlikləri açıq olur. Ona görə biz onları cücəli balalı quşlar adlandırırıq. Lakin elə quşlar var ki, onların yumurtasından üzəri lələksiz bir embrion çıxır. Həmin quşların inkişafı üçün uzun müddət yuvada qalması lazım olur ki, belə inkişaf tipinə biz ətcə balalı quşlara aid edirik. Bunlara göyərçin, sərçələri misal göstərə bilərik. Burada sürünənlərin yumurtalığı verib. Əslində belə bir inkişaf həm də quşlara aiddir. Belə deyək ki, quşlarda bir yumurtalıq olur, sol yumurtalıq, sağ yumurtalıq reduksiya edib. Yumurtalıqda yumurta hüceyrələr olur, üzüm salxına bənzəyir və hər dəfə bir yumurta hüceyrə yetişir.
ilk öncə onlar sarılıqla zəngin olurlar. Sonra tədricən onlar keçdikdə, artıq yumurta borularına keçdikdə, həmin yumurta sarılarının üzəri orada olan vəzilərin ifraz etdiyi yumurta ağı ifraz edirlər ki, yumurta ağı ilə örtülür. Və yumurtalığın boruları uzun olur quşlarda. O borulardan hərəkət etdikcə tədricən yumurta ağı ilə örtülür. Baxın bu hissədə. Və uzun bir yol keçdikdən sonra yumurtalığın borularının aşağı şöbəsində o yumurtaların üzərini pərdə şəklində örtük əmələ gəlir və onun üzərində də kalsium karbonatdan təşkil olunmuş yumurtanın qabığı yumurtanın üzərini örtür. Sonra yumurta artıq kloakaya enir və oradan xaric olur. Bu proses sutkada bir dəfə baş verir. Yəni yumurtalıqdakı yumurta hüceyrənin yumurtaya çevrilməsi prosesi bir gün çəkir. Və mayalanmış yumurta qoyduqları üçün quşlarda həm də istiqanlı heyvanlardılar. Bunların mayalanmış yumurtaların üzərində kürt yatmaları lazımdır. Və kürt yatdıqdan sonra, müəyyən müddətdən sonra onların balaları inkişaf eləyir. Məsələn, burada rüşeymdir. Rüşeym əvvəlcə sarılıq hesabına qidalanır və sonra sarılıq getdikcə ölçüsü kiçilir. Və rüşeym inkişaf etdikcə tam embriyona çevrilir və bu embriyon burada olan hava ilk kamerası vasitəsilə hava alır və yumurtanı qıraraq xarici mühitə çıxır. Məməlilər də ayrı cinsli heyvanlardılar. Məməlilərin çoxalma xüsusiyyətinə görə 3 qrupa ayrılırlar. Kisəli məməlilər, yumurta qoyan məməlilər və plasentalı məməlilər. Diri bala doğma səbəbindən ali məməlilərin əksəriyyətində yumurtalıq nisbətən kiçikdir. Çünki onların yumurta daxilində artıq plasenta əmələ gəlir və inkişafı balanın inkişafı ana bətnində gedir. Lakin kisəli yumurta qoyan məməlilərdə yumurta hüceyrələr iri olur, sarılıqla zəngin olur. Onlar da kloakaya malikdirlər quşlar kimi və bunların mayalanmış yumurtası daxildə mayalanır. Məsələn, bunlara aiddir ördək burun və kisəli məməlilərə yumurta qoyan məməlilərə ördək burun və yexitna aiddir. Bunlar yumurta qoyurlar, mayalanmış yumurtadan balaları inkişaf eləyir. Bütün məməlilər yadda saxlayaq ki, balalarını südlə bəsləyir. İstər dənizdə yaşayan məməlilər olsun, istər quru mühitində yaşayan məməlilər olsun. Məsələn, ördək burun da, yexitna da balalarını südlə bəsləyir. Lakin onlarda əmcəklər olmadığı üçün xüsusi süd vəzləri südü bədənin üzərinə axıdır. Balaları da həmin südü yalayaraq inkişaf edir, qidalanırlar. Kisəli məməlilərdə isə fərqlidir. Kisəli məməlilərə məsələn kenguru aiddir. Bunların mayalanması daxili mühitdədir, bədəndə baş verir. Lakin balaları yarımçıq doğulurlar. Və yarımçıq doğulduğu üçün, məsələn, kengurunun balası 3 sm ölçüsündə olur, gözləri bağlı olur, inkişafı zəif olur. Onlar yarımçıq bala doğururlar və dünyaya gələn bala sürünərək ananın kisəsinə daxil olur və uzun müddət 200-250 gün arası həmin o kisədə yaşayır və beləliklə orada ananın südü ilə qidalanır. Yetkin formaya keçəndən sonra, yəni yetkin canlıya çevriləndən sonra onlar artıq kisədən çıxırlar, özlərini qorumağa başladıqdan sonra. Sonra plasentalı məməlilərdə isə daxildə plasenta əmələ gəlir ki, cift bu da balanı xaricdən qoruyur. Plasenta göbək ciyəsi vasitəsilə birləşir. Göbək ciyəsi vasitəsilə ananın qanından qida maddələrini alır bala və sonra tam inkişaf etmiş şəkildə dünyaya gəlir. Dərsimizdən bu qədər. İndi isə baxaq öyrəndiklərinizi tətbiq edin hissəsinə. Dir balı və sürünənlərin həyat dövriyyəsini müqayisə edin. Balıqlarda biz demişdik ki, mayalanma xaricidir.
Sürünənlərdə daxili mayalanmadır. Sürünənlərdə daxili mayalanmadır. Sonra balıqlarda dolayı inkişafdır. Sürünənlərdə isə düzünə inkişafdır. Hər ikisi üçün oxşar xüsusiyyət soyuqqanlı olmalarıdır. Sonra öyrəndiklərinizi yoxlayın. Kisəli məməlilərlə plasentaların əsas fərqi hansıdır? Dedik ki, kisəli məməlilərin inkişafının bir hissəsi ananın bətnində gedir, lakin balaları yarımçıq dünyaya gəlir. Sonra onlar inkişafını tamamlamaqdan ötürü ananın kisəsinə daxil olur, orada böyüyürlər. Plasentalı məməlilərdə isə balalar tam uzun müddət ana bətnində inkişaf edir və dünyaya gəldikdə artıq sərbəst şəkildə böyüyürlər. Plasentalıların bala qayğısına qalması kisəlilərdən nə ilə fərqlənir? Kisəlilər uzun müddət balalarını kisələrində daşıyırlar. Balası tam qidalanana qədər, tam hərəkət edənə qədər. Plasentalılarda isə bu belə deyil. Düzdür, məməlilərdə, quşlarda nəsil qayğısına qalmaq yüksək səviyyədə inkişaf eləyib. Amma plasentalılar tam dünyaya, gözləri açıq vəziyyətdə olan, tam dünyaya bala gətirirlər. Nə üçün ördəkburun məməlilərə yox, sürünənlərə və quşlara daha yaxındır? Çünki həm xarici görünüşünə görə ördəyə bənzədiyinə görə quşlara yaxındır, kloakası olduğuna görə, sonra yumurta qoyduğuna görə sürünənlərə bənzəyir. Bir sıra xüsusiyyətlər var ki, onlarda da quşlar kimi sol yumurtalığın olması, bu xüsusiyyətlərinə görə sürünənlərə və quşlara bənzərliyi var.